Buyurun, özünüz təqdim edin ilk öncə. Rəşid Nizami Müsahib Rəşid Rəşid. Bugünkü məhkəmə ilə bağlı TikTokda daha çox Roşka ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin bu günləri apellyasiya məhkəməsində prosesi oldu. Yəni proseslə bağlı bir-iki cümlə bizə məlumat verərsiniz. Proses təxirə düşdü. Səbəb də əlavə araşdırmanın lazım olduğuna görə sabahları məhkəmədə olacaq saat 11:15-də. Təxirə ki, bu barədə ətraflı məlumat verməyə imkanımız yoxdur. Yəni iş üzrə yəni istintaq yekunlaşıb, ibtidai istintaq yekunlaşıb. Artıq iş hal-hazırda prokurorluğun icraatındadır. Orada çox güman ki, bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olacaq. İndi Bakı Ağır Cinayətlər Məhkəməsindəki icraat açılmamışdan qabaq istintaq dövrünün yekun icrası Bakı Apellyasiyada sabah olacaq. Ev tutsaqlığına buraxılma məsələsi təmin ola bilər, təmin olunmaya da bilər. Təmin olunmamasının səbəbi isə yalnız işin artıq Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi ola bilər. Başqa bir səbəb yox. Ümumiyyətlə bir şans varmı onun ev tutsağına buraxılması? Çoxları soruşur, izləyicilər daha çox. Əlbəttə şans var. Ev tutsaqlığının Rövşən Süleymanzadədə olan əsasları, necə ki, digər TikToklarda olan əsaslarla eynidir. Sadəcə bir Rövşən Süleymanzadənin işində mənfi cəhət odur ki, Rövşən Süleymanzadənin ibtidai istintaq işi yekunlaşdıqdan sonra artıq 1-1-ə, 234-1-1 tövsif olunandan dərhal sonra ibtidai istintaq yekunlaşdı. Yəni 1-1 ilə ibtidai istintaq icraatı ola-ola ev tutsaqlığı barədə vəsait vermək imkanımız çox təəssüflər olsun ki, olmadı.